İstanbul şəhərində keçirilən dünya birinciliyində FİLA-nın konqresi keçirildi və həmin konqresdə 2012 və 2013-cü ildə keçiriləcək beynəlxalq mühüm tədbirlərin yerləşdirilməsi, yəni ölkələrə həvalə olunması prosesi başlandı və həmən yarışda bildiyiniz kimi Azərbaycanın çox güclü beynəlxalq tədbirlər keçirilmə yəni praktikası var və buna əsaslanaraq, FİLA buna əsaslanaraq yeniyetmələrin dünya birinciliyini məhz Azərbaycana həvalə etdi və çox da təsadüfi hal deyil ki, bu Olimpiya oyunları qurtarandan 10 gün sonra belə bir ikinci mötəbər bir dünya birinciliyini keçirmək, yəni çox asan məsələlərdən biri deyil. Bildiyiniz kimi bütün Azərbaycan Güləş Federasiyası rəhbərliyi kollektivi hamı Olimpiya oyunlarında iştirak edirdi və buna baxmayaraq biz artıq ikinci heyət yaratdıq, təşkilat komitəsi, yəni həmin bu yarışların keçirilməsi üçün və təşkilat komitəsinin yəni rəhbərliyi təyin olundu. Bizim beynəlxalq yarışların keçirilməsi və təşkil olunması üzrə daimi komissiyasının sədri Sahir Məmmədxanov yəni rəhbərlik edir təşkilat komitəsinə və çox yüksək səviyyədə bu yarışlarımız təşkil olunmuşdur. Artıq bütün hazırlıq prosesi başa çatmışdır, yekunlaşmışdır və bildiyiniz kimi 21 avqust tarixində Heydər Əliyev adına İdman Konser kompleksində dünya birinciliyi yarışlarına saat 14:00-da start veriləcək və mən bütün Azərbaycan xalqını, Azərbaycan idman sevərlərini, güləş sevərlərini həmən yarışlara dəvət edirəm və yarışlara giriş yəni sərbəstdir. Hər bir istənilən vətəndaş yəni problemsiz olaraq yarışlarda iştirak edə bilər və bizim yeniyetmə idmançılarımızı, gələcək olimpiyaçılarımızın uğurlarını yəni seyr edə bilər. Təbii ki, yığma komandalara gəldikdə biz 3 növdə sərbəst güləş, qadın güləşi və Yunan-Roma güləşində tam heyətlə bu yarışlarda təmsil olunuruq və çox sevindirici haldır ki, Avropa birinciliyində yeniyetmə sərbəst güləşçilərimiz yəni yüksək nəticələr göstərdi və fəxri kürsünün ən yüksək pillələrini yəni bizim idmançılarımız fəth etdi və komanda hesabında ilk dəfə olaraq sevindirici hal edir ki, bizim komandamız yəni bərabər Rusiya yığması ilə bərabər xal toplayaraq yəni ikinci yeri bölüşdü, Rusiya birinci yer və buna baxmayaraq bərabər xal topladığımıza 78 xal Azərbaycan yığması, 78 xal Rusiya yığması toplamışdı. Sadəcə olaraq Rusiya yığmasında bir qızıl medalın artıq olmasına görə onlar birinci yerə layiq görüldü və bu böyük uğurdu doğrudan da, çünki yeniyetmə idmançılarımız bugün artıq yüksək dinamika ilə sürətlə inkişaf edir və mən ümid edirəm ki, 2014-cü ildə keçiriləcək yeniyetmələrin ikinci yay olimpiya oyunlarında bugün Bakıda çıxış edən idmançılar orada öz qələbələri ilə, öz nailiyyətləri ilə bizi sevindirəcək və artıq bunun üçün də Azərbaycan Güləş Federasiyasının rəhbərliyi şəxsən cənab Fazil Məmmədovun başçılığı ilə yəni proqramlar hazırlanmışdır və yeniyetmə idmançılarımızın gələcəkdə böyüklər arasında Dünya Avropa və Olimpiya oyunlarında yüksək nəticə göstərməsi üçün artıq işlər başlamışdır və mən ümid edirəm ki, bu işlər öz nəticəsini yaxın vaxtlarda verəcəkdir. Bu çempionatı başa düşdüyümdə ilk öncə istəyirəm xahiş sizdən. Burada həm də çimərlik güləşirlər. Bununla məlumat verin bizə, bu necə keçirilir, ümumiyyətlə yəni yarış qaydaları? Bəli, yəni bildiyiniz kimi FİLA konqresində yeni olaraq çimərli güləşi də yəni dünya birinciliyi və çempionatına əlavə edildi və o yarışlardan bir gün sonra, yəni bizdə 27 avqust tarixinə təsadüf edir. Həmin vaxtda bir gün çimərli güləşi üzrə dünya birinciliyi keçiriləcək və bu yarışlara iştirak yəni hər bir ölkənin yəni öz istəyi ilə baş tutur. Hansısa bir ölkə bu yarışlarda xeyr, yəni məcburiyyət tətbiq edilmir bu yarışlarda. Sadəcə olaraq hər hansısa bir ölkə öz istəyi ilə
onun yəni ölkəsində çimərli güləşi ilə məşğul olan idmançılar varsa, onlar sərbəst şəkildə bu dünya birinciliyində iştirak edə bilərlər. Və biz də öz növbəmizdə Azərbaycan Güləş Federasiyası da həmin çimərli güləşində yəni idmançılarla təmsil olunmağı yəni artıq planlaşdırmışıq və bizim idmançılarımız da orada iştirak edəcək. Qaydalara gəldikdə onların qaydaları tam fərqli şəkildə yəni təşkil olunmuşdur. Xüsusilə də yəni milli güləş ənənəsinə sadiq olaraq milli güləş qaydalarına müvafiq keçirilir. Təbii ki, mən çox maraqlı bir yəni yarışdır. Mən özüm dəfələrlə iştirak eləmişəm həmin çimərli güləş yarışlarında və mən bütün yəni idman sevərləri də bir daha da ora dəvət edirəm. Yəni həddindən artıq maraq yəni doğuran bir idman növüdür. Təbii ki, bizim artıq bu istiqamətdə də öz təşkilat məsələlərində öz işlərimizi artıq yekunlaşdırmışıq. Həmən çimərli güləşi yəni Salyan şosesində yerləşən Kresin Beach yəni çimərliyində baş tutacaq 27-ci tarixində və təbii ki, artıq orada yarışların FILA tərəfindən koordinatoru təyin olunmuşdur. O 23 avqust tarixində Bakı şəhərinə gələcək və onunla birgə biz yəni digər təşkilatı məsələləri təşkil edib həyata keçirəcəyik. Bizdən ümumiyyətlə indiyənək bunda iştirakçı olmuşdur. Bəli, yəni bizdə ilk dəfə olaraq dünya çempionatında, yəni böyüklər arasında çimərli güləşində Gürcüstanın Batum şəhərində keçirilmişdi və bizim idmançılarımız orada iştirak edib və yüksək nəticələr qazanmışdılar. Mən xüsusilə Mehman İmamquliyevi, yəni digər idmançılarımız çıxış edmişlər və yüksək nəticələr qazanmışlar. Mən ümid edirəm ki, bugün yeniyetmə idmançılarımız da həmən yarışlarda yüksək nəticə göstərərlər. Neçə ölkə iştirak edir və ölkələr qonaqlanacaq yeniyetmə rəhbəri gələcək? Bəli, yəni bizim dünya birinciliyi yarışımızda toplam 41 ölkə yəni iştirak edir. FILA prezidenti cənab Rafael Martinetti 20 avqust, yəni bugün Azərbaycan Bakı şəhərinə yəni gələcək, bəli, gələcək və o yarışlarımızın açılış mərasimində və digər 1-2 gündə yarışlarda iştirak edəcək və onun sonra müəyyən işləri ilə əlaqədar digər yarışlar var bildiyiniz kimi və FILA-nın 2 koordinatoru, hakim koordinatoru Türkiyədən Əndər Büyükərşən və Özbəkistandan Mikhail Konstantinov yarışlarımızın idarə olunmasında yəni FILA tərəfindən təyin olunmuşdur və FILA-nın 2 texniki nümayəndəsi yenə Türkiyədən çox məşhur bir idmançı, yəni Dünya Avropa Olimpiya çempionu, həm də FILA-nın vitse-prezidenti olan Əhməd Ayıq iştirak edəcək və digər ikinci texniki nümayəndə isə o da yəni çox adlı sanlı bir güləşçi Olimpiya çempionu, həm də Macarıstan Güləş Federasiyasının prezidenti cənab Çaba Hegeduş yarışlarımızın texniki delegatı, yəni nümayəndəsi FILA tərəfindən təyin olunmuşdur. Artıq onlar Bakıdadırlar və bütün təşkilatla tanış olublar və yüksək qiymətləndiriblər bizim təşkilatçılığımızı və ümid edirəm ki, yəni bütün yarışlar boyunca da bizim heç bir problemimiz olmayacaq, problem yaşamayacaq. Çünki artıq biz dəfələrlə yüksək səviyyədə yarışlar təşkil etmişik və ümid edirəm ki, bu yarış da həmən yarışların sırasına qatılacaq. Məqsəd də budur, komandanın qarşı. Təbii ki, birinci məqsəd Azərbaycan üç rəngli gözəl bayrağımızın ən yüksəkdə olması və himnimizin dəfələrlə səslənməsidir. Təbii ki, qızıl medallar yəni rəhbərlik tərəfindən məqsəd qoyulmuşdu idmançılarımız və məqsədlərimiz qabağına və mən fikir edirəm, ümid edirəm ki, bunlar bizim idmançılarımız, yeniyetmə idmançılarımız həmən etimadı doğruldaraq bir neçə sayda, yəni güləş yəni dilində desək, komplekt medallarla ölkəmizi sevdim. Əminliklə deyərəm ki, tam əminliklə vurğulamaq istəyirəm ki, 2012-ci ildə keçiriləcək bu dünya birinciliyi Bakı şəhərində, yəni ilk olaraq, yəni mən deyərəm, tarixə düşəcək. Çünki belə bir salonda, belə bir güləş arenasında indiyə qədər heç bir dünya birinciliyi, yeniyetmələr olsun, istər gənclər olsun, keçirilməmişdir və artıq zalın, yəni güləş arenasının bəzənməsi, dekor olunması yüksək səviyyədə planlaşdırılmışdır, yekunlaşdırılmışdır və mən ümid edirəm ki, FILA prezidenti cənab Rafael Martinetti tərəfindən də
bizim təşkilat öz yüksək qiymətini alacaq. Deməli, artıq çəki prosesləri bu gündən etibarən başlayır, start verilir. Sərbəst güləşdə 42, 50, 58, 69, 85 kiloqram çəki dərəcəsində olan idmançılar çəki proseslərinə saat 6:30-dan etibarən başlayacaq və sabah yarışlarımız saat 14:00-da başlayır və saat 19:00-da isə bizim yarışlarımızın təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi və bədii hissələrdən ibarət olan gözəl bir açılış mərasimi bizləri gözləyir və fürsətdən istifadə edib bütün idman sevərləri həmin açılış mərasiminə dəvət edirəm. Çox maraqlı açılış mərasimi keçiriləcək və mən onu vurğulamaq istəyən bir sürpriz kimi, yəni sürprizlər olacaq həmin açılış mərasimində. Onu açıqlamaq istəmirəm, xahiş edirəm hamı gəlsin, yəni öz gözləri ilə bu açılış mərasimini izləsin. Təbii ki, yarışlarımız 14:00-da başlayıb təsəlli verici görüşlərə qədər davam edəcək. Açılış mərasimindən dərhal sonra isə final görüşlər, yəni 3-cü yer üçün və 1-ci yer üçün olan final görüşləri 5 çəki dərəcəsində bizləri gözləyir və ümid edirəm ki, həmən final görüşlərində də Azərbaycan güləşçiləri güləşib öz sözlərini deyəcək və layiqli yerlərinə layiq görüləcəklər.